Doktor, gecələr yata bilmirəm. Yatsam da səhər yuxudan oyandıqda yuxudan doymuram və gün ərzində yorğun, əzgin oluram. Bu şikayətin yaranmasına səbəb bir sıra faktorlar var ki, birinci yerdə duran səbəb gün ərzində stres, gərgin, narahat olmaq, psixoemosional yüklənmə səbəbindəndir ki, belə ki, gecə yatsaq da bədən dincəlir, lakin beyin dincəlmir. İkinci səbəb isə yuxu rejimini pozmaqdır. Belə ki, gecə gec saatlarında yatağa uzanmaq, eyni zamanda yatmazdan öncə saatlarla televizora və yaxud da ki, telefona baxmaq səbəbindən olur. Digər bir səbəb isə sağlıq durumu ilə bağlı olan səbəbdir ki, gecə yatanda yuxu apnoyasının, yəni tənəffüsün bir neçə saniyəlik dayanması, eyni zamanda qalxanvari vəzi xəstəlikləri, hipotireoz və yaxud da ki, hipertireoz fonunda, eyni zamanda qan azlığı, orqanizmdə D və B12 vitamininin çatışmazlığı, depressiyalarda və sairə kimi xəstəliklər yuxudan doymamağa və gün ərzində xroniki yorğunluğun yaranmasına gətirib çıxarır. Sizin də bu cür şikayətləriniz varsa, vaxtında həkim nevroloqa müraciət edib müalicə alın.